Və də bizim üzümüz sevinər. Nevski Sofia Krayova görüşünün qalibi Omonia Karev görüşü ilə birlikdə olacaqlar. Çox maraqlı bir görüş bizi gözləyir təbii ki də. Ümid edirəm ki, bu görüşdə də qazanan, elə bu həftədən söhbət gedir ki, qazanan Krayova təmsilçisi olar ki, Rumıniya təmsilçisinin bu həftə xal qazanmasını təbii ki də çox istəyərəm ki, Bolqarıstan təmsilçisi özünə ölkə xalı yazdırmasın və bizdəki dediyim kimi qabağa gedəcəyimiz təqdirdə belə ölkə xalında biz çox qabağa gedək. Mənim üçün budur. Bu arada Omonia Karətə gəldiyimiz zaman isə Kipr Qazaxıstan təmsilçisində Qazaxıstan klubunun da Karətədə uğurlar arzulayıram. Ümid edirəm ki, Karət öz evində Omoniyanı Kipri məğlub eləyəcək və yoluna daha inamlı şəkildə eləyəcəyini keçən il eləmişdi. Keçən il Çempionlar Liqasının play-off mərhələsində qalib olmuşdular və gəldik, orada Çempionlar Liqasına getdik və baxmayaraq ki, Pafos üzərinə tək bir dənə qələbə qazandı, bir xal oldu, amma baxmayaraq ki, Karatın təcrübəsizliyindən deyə bilmərəm. Sadəcə olaraq ola bilsin ki, büdcə fərqi var. Arasında biraz büdcə, mütləq dərəcədə biraz büdcə lazımdır. Transfer edilsinlər, məncə qabağa gedərlər Kayrat. Gəldiyimiz zaman Ararat Armeniya Şəmrok düzünün qalibi, Ignatiya Celje düzünün qalibi ilə oynayacaqlar və ümid edirəm ki, düzdür, Şəmrok artıq uduzub, bu şansı da o da əldən verib. Təbii ki, görüşə bugün baxacaq. Ümid edirəm ki, İrlandiya təmsilçisi Ermənistan təmsilçisini məğlub eləyər. Eyni zamanda bu Ermənistanın uduzması təbii ki də bizə çox önəmlidir. Söhbət həm Azərbaycan adına gəlir. Çünki ölkə xalqları dediyim kimi var. Həm də Qazaxıstan adına danışırsa, Qazaxıstan da bu həftə 2 təmsilçinin yol davam eləyəcək. Topol və Kayrat görüşündən söhbət gedir. Hər iki oyunları Qazax təmsilçiləri qələbə qazanacağı təqdirdə belə Ermənistana yaxınlaşmağa, onlara keçməyə də bir bunlar üçün yaxşı bir fürsət əldə olunacağını təbii ki çox istəyərəm. Gəldiyimiz zaman Ignatiya Celje düzünə isə yenə bayaq dedim mən. Çox istəyirəm bu həftə Ignatiya qələbə qazansın. Həm Azərbaycan adına danışaq, yenə də ölkə xalında Celje Sloveniya təmsilçisi Sloveniya az xal alsın və Ignatiya qazansın ki, Ignatiyada bayaq dediyim kimi Qarabağın yetirməsi, eyni zamanda Azərbaycan millisində dəyərli futbolçusu, müdafiəçisi Zamiq Əliyev var. Ona da uğurlar arzulayaq. Sabah o görüşdə bir olacaq təbii ki də. Hər şey görüş biz çox maraqlıdır. Geridə qalan Larna Sirvena Zvezda, Vikingur Hibərşiyeva görüşünə gedir. Larna Sirvena Zvezda artıq qazanan tərəf bəlli oldu. Sirvena Zvezda udub İrlandiya təmsilçisini. Dediyim kimi, Sirvena Zvezdanın qələbəsi həllik bizə lazım deyil, amma çox istəyirəm ki, onların bir dənə ən azından klub konferans liqasında belə olsa ələnsinlər ki, bizə gəlib tuta bilməsinlər ölkə xalqlarında. Geridə qalan bizə bir məsələ var ki, keçən həftə çox gözəl bir həftə idi ki, Vikingur son dəqiqələrdə qələbə qazanaraqdan İsrail təmsilçisinə 250 xalı verdirtmədi. İslandiya təmsilçisinə görə buna görə təşəkkürlər bildiririk həqiqətən də. Gələk bir məsələyə. Vikingur inşallah bu həftədə qələbə qazanar və Hibərşiyevanı UEFA Avropa Liqasına göndərər. Vikingur isə Çempionlar Liqasının 3-cü təsdiqat mərhələsində inanlı şəkildə addımlayar. Olympiakos Nijmecan Nesk görüşünə gəldiyimiz zaman 3-cü təsdiqatda artıq onların bir-birinə rəqibdirlər. Yüksək xallar olduğuna görə artıq onlar artıq düşüblər. Yunanistan, Niderland artıq bu üçün gələn həftədən etibarən biz artıq Türkiyə tərəfində daha detallı şəkildə danışacağıq. İstəyir Yunanistan adına olsun, istəyir Niderland adına olsun. Huniyan SG burada Glimek görüşündə və ya çıxan Norveç görüşü var. Norveç'i deyə bilmərəm. Yox, Norveç də var əslində. Norveç, Belçika. Hər ikisi Türkiyəyə rəqibdirlər. Dediyim kimi, çox istəyirəm ki, həm də Türkiyədə yüksək xallar alsınlar və bayaq dediyim kimi daha ətraflı danışacağıq. Bax, bu həftə söhbət 5-ci gündən gedir, bəli. 4-cü günün gecəsi deyək. 5-ci günün gecəsi 0-1-dən sonra, pardon. Tam oyunlar bitəndən sonra, 0-1-dən sonra birlikdə olacaq canlı yayında. Fenerbahçe Gornik Strom Grasiatus görüşündə isə qələbə kim qazansa, bax o oynan dediyim kimi olacaq. Fenerbahçe öz evində 1-0-lıq Gornik üzərində qələbə qazanmışdı və Fenerbahçe artıq
Polşaya yollanır UEFA Çempionlar Liqası üçün. Çox istəyirəm orada da Fenerbahçe qazansın. Həm də özüm də Türkiyədə Fenerbahçəni tuturam. Həm də Fenerbahçe çox istəyirəm. Yenidən dediyim kimi o da Azərbaycan klubları kimi bütün təsnifat mərhələsinə yollansınlar. Oradan da direkt Çempionlar Liqasına yolumuz olsun. Fenerbahçenin artıq rəqibi deyək, belə deyək, bəllidir. Sturm Graz 4-0 hesabla Hertz məğlub eləmişdi. Mən əmin deyirəm ki, Hertz qələbə qazana öz evində 4 dənə rahat qol vura ki, Sturm Grazı qələbə qazanan da çətin məsələdir. Üçüncü təsnifata daha bir klub var ki, o da ki, bizim Lyon, Sparta, Praha, Fransa, Çexiya yürüyüşündən söhbət edir. Çexiyalılar da artıq Türkiyəyə rəqibdirlər. Fransa da təbii ki, Türkiyəyə rəqibdir. Zamanı Fransa təmsilçisi Portuqaliyada rəqibdir ki, Portuqaliya gəlir bu həftə və yaxud gələcək həftələrdə böyük hesablı qələbələr qazanacaq rəqibdirdə. Onlar Fransanı bu il keçə bilərlər, amma çətin görünür. Fransa adlı sanlı klubları var. PSG-si var, Lille'si var. Lyon'u özün götürək. Burada bir şey eləyəməyəcəklər. Üçüncü təsnifatın Avropa Liqasındayıq. Larne, Sirvena, Zvezda, Bereslovan, Birçilava görüşünün uduzanları çempionluq yoluyla düşürlər bax bura. Bəli dostlar, üçüncü təsnifat Avropa Liqasında Larne, Sirvena, Zvezda, Bereslovan, Birçilavanın uduzanı bir-birinə rəqibdilər. Böyük ihtimalle Larne İberiya düştüylə düşəcək ki, İrlandiya, Şimali İrlandiya təmsilçisi, Gürcistan təmsilçisi düşəcək ki, Larne də burada uduzub. Ümidəm ki, Larne də uduzub ilə konferansa gedər. Michel Lincoln'un uduzana Omania Karetla düşəcək. Bayaq dedim, böyük ehtimalla inşallah təkə Allah qismət eləsin. Omania düşsün bax bura. Omaniyanı Çempionlar Liqasında heç istəmərik bir dəqiq. İstəyərəm əslində bu Karetla düşməyəcək. Karet Qazaxıstan təmsilçisini uğurlar. Evet, gəldiyimiz zaman sabah kups görüşünə. Bu arada Lincoln olsa yeri buradadır. Baxın, Avropa Liqasını təmsil eləyib. Mənimsəyib. Sabah kups Levski Sofia Krayova görüşünün uduzanları yenidən birlikdə olacaq və ümid edirəm ki, ilə kups və Levski Sofia bax belə bir-birlərinə oynayarlar şirin-şirin. Armeniya Şəmrok Rovstüsünün uduzanı Celje Ignatyanın uduzanı düşəcək və ümid edirəm ki, bax burada da bir Armeniya Celje oyunu var. Təbii ki, Şəmrok Rovst keçər və Ignatyan da bu görüşü keçəcəklərdən biri var. ACF Lech Poznan bu səfər UEFA Avropa Liqasının uduzanında Klaksvik Kaunas Žalgiris görüşünün uduzanı ilə birlikdə olacaqlar. Vikingur Hıber Şeva görüşünün uduzanı Tuhun Dinamo Zagreb'in uduzanı ilə birlikdə olacaq və artıq biz birbaşa Avropa Liqasında olan klubları keçirək. Tromsø Kraloje görüşünün udanı Beşiktaş Midtjylland'ın udanı ilə birlikdə olacaqlar. Jagiellonia Rangers görüşü isə artıq düşüb bir-birlərinə. Polşa Şotlandiyanın oyununu bəlkə izləyəcəyik. Bəlkə yox, üzülsən, gələcək həftə izləyəcəyik. Dinamo Kiev PAOK Hammerbay Anderlecht görüşü gəldi. Dinamo Kiev PAOK-da PAOK-a uğurlar arzulayaq. Ümid edirəm ki, Ukrayna təmsilçisi qələbə qazana bilməz bu həftə heç biri. Biz ölkə xallarında Azərbaycan alanı danışırsa qabağa getmək mütləq lazımdır. Hammerbay Anderlecht görüşündə də Hammerbay'a uğurlar arzulayaq. Türkiyə üçün danışaq. Belçika təmsilçisi xala bilməsin. Salzburg Hayduk Pafos görüşü ilə oynayacaq. Ümid edirəm ki, buradan Pafos qələbə qazanar. Hayduku məğlub eləyər. Xorvatiya təmsilçisi konferans liqasının yolunu davam edir. Nizamda Pafosa nəyə görə deyirəm uğurlar? Çünki Pafosda bizim Azərbaycanlı müdafiəçimiz Neftçini yetirməsi olan Murad Məmmədov var. Murad uğurlar arzulayaq. Elimdə ki, Salzburg Hayduk'da məğlub eləyəcək. Orada konferans liqasına onu göndərəcək. Gələcək Hayduk düşəcək konferans liqasına. Geridə qalan biz gələk Stqalen Benfica Sturm Graz Hertz görüşünün uduzanı Sturm Graz Hertz görüşünün uduzanı Stqalen Benfica'ya düşür. Çox istəyərəm ki, bax burada da Galen haraydı ki, bilmədim. Türkiyə nə xeyirdirsə, bilmirəm ki, o var. Şerif Tel Aviv görüşünün udanı Qarabağ CSKA Sofyanın udanı ilə düşəcək və
artıq Şerif UEFA Konferans Liqasına doğru irəliləməyə başlayıb ki, qapısını da açıb. 89% demək olar ki, Şerif artıq Konferans Liqasındadır. Şerif öz evində 5-0'lıq məğlubiyyət aldı MTL görüşündə. Qarabağ isə öz evimizdə Tofiq Bəhramov adına Respublika stadionunda CSKA Sofia ilə 0-0 qaldı. Hər şey Bolqarıstanda həll olunacaq. Bəyəfdə 3 təmsilçimiz səfərdə, bir təmsilçimiz isə öz evində oynayacaq. Söhbət Zirə Payda görüşündən gedir. Üçün təsdifatla bu həftə oyunlara birlikdə olacaq Allahın köməyi ilə və Konferans Liqasına ilerlediğimiz zaman ondan danışacağıq. Twente Avropa Liqasının son görüşündə Twente Şerif MTL və Qarabağ oyunundan danışaq. Ümid edirəm ki, Qarabağ CSKA Sofiyanı məğlub eləyər və Qarabağ əgər ki MTL Əvivlə düşərsə, Qarabağ MTL Əvivdə məğlub eləyər. İnşallah ki, İsrail təmsilçisi xala bilməsin və biz qabağa gedək hər zaman olduğu kimi. Qarabağ isə yoluna Avropa Liqasının play-offuna inşallah görərik. Oranla qazanıb UEFA Avropa Liqasında möhtəşəm bir səs çıxararaq. Sonuncu Avropa Liqasında olan 3-cü təsdifatın görüşünə gəldiyimiz zaman Twente Ferencvaros'un qalibi Fenerbahçe Koynik görüşünün uduzanı ilə birlikdə olacaqlar. Və maraqlı gəlir həqiqətən bu görüş nələr bizə göstərəcək. Twente Ferencvaros'da Türkiyənin təbii ki biraz çətinliyi var burada. İstəyir Twente'nin adından danışaq, Niderland təmsilçisi Türkiyəyə rəqibdir. Ferencvaros isə hələ ki biz tərəflərdə rəqib, Azərbaycan rəqib deyək. Fenerbahçe Koynik görüşündə isə dedim ki, yenə qazanan dediyim kimi Fenerbahçe var və Fenerbahçe uduzub Avropa Liqasının özünü göstərməz. 3-cü təsdivat mərhələsinin Konferans Liqasına gəldiyimiz zaman Trefiori, dediyim kimi 2 dənə klub vardı ki, bunlar sevinən tərəf oldular. Bunlardan biri hansıydı? Biri ilə Trefiori'dir, San Marino'nun klubudur. Biri də Andorra'nın səhv eləmirəmsə Inter klubudur. Bax, bunlar gəldilər. Burada danışacağım o barədə. Trefiori Florina Drita Tütünün qalibi ilə oynayacaqlar. Porat Petrokub Tütünün qalibi Vitebsk Studiaska ilə oynayacaqlar. Flora Tennis Tütünün qalibi Inter Escaldes görüşü ilə oynayacaqlar. Varlar Riga Bissengör'ün oynayla biltək. Başakşehir Inter Havaduz Escaldes görüşündən qalibi ilə oynayacaq ki, artıq Başakşehir öz evində Interlə bərabər qaldı, amma inşallah ki, kimi deyək, Başakşehir də qələbə qazanar. Havaduz dəyişdirəm, artıq sonuncu həftə, gələn həftə və o bir həftə olacağını deyək. Dinamo Tbilisi Zalgiris görüşünün qalibi Hayduk Pafos görüşünün uduzanı ilə birlikdə olacaqlar. Dediyim kimi çox çətin bir görüşlər bizi gözləyir. Partizan Strassen görüşünün qalibi isə Panavesis Tobal görüşünün qalibi ilə oynayacaqlar. Of, Tobal neydi? Qazaxıstan getdi burada. Abi Strassen qələbə qazansın heç olmasa. Yoxsa Tobal aparacaq. Qazaxıstan tək qalacaq etdim. Paksi Panathinaikos görüşünün qalibi Lazı uduzanı. Paksi Panathinaikos UEFA Avropa Liqasındadır. Baxın mən. Paksi. Bey. Paksi Panathinaikos yox. Paksi. Bey. Konferansda sən girdim. Bir dakika lan. Ne oldu lan? Bey. Paksi'nin görünümleri heç olsun. Ha, Panathinaikos Paksi. Ha, konferansdaymış. Paksi yine qayıtdı. Evet. Biz gelip yine bura. Evet. Paksi Panathinaikos görüşünün uduzanı isə Spartak Trnava CSKA Sofiyanın uduzanı ilə birlikdə olacaqlar. Bu cümlə baxacağıq. Vojvodina Ajax görüşünün qələbəsi isə Kajuşelburunun udanı ilə birlikdə olacaqlar. Fesbadu görüşünün udanı Ali Münir Dinamosinin udanı ilə birlikdə olacaqlar. Zimru Noah görüşünün qələbəsi Batesyon ilə birlikdə olacaqlar. Zilezniçer Praga görüşünün qalibi Neftçi Dinamo Minsk görüşünün qalibi ilə olacaqlar. Neftçiyə uğurlar arzulayaq və eyni zamanda Zimru'da uğurlar arzulayaq. Ümid edirəm ki, Ermənistan təmsilçisini yola salacaqlar
Və əksər uğurlar arzulayaq ki, Vojvodina Serbiyanın təmsilçisi ümumdünya yola salacaq. Zvezda Braga. Neftçi uğurlar arzulayaq. İnşallah Neftçi Dinamo Minsk Belarus üzrə qələbə qazanır və Belarusiyanın təmsilçisi qoyarıq. Zvezda Braga görüşündə isə Zvezda uğurlar arzulamaq istəyirəm. Bir dəqiqə. Braga çox keçən həftə düz oynaya bilmədilər Braga söhbət. Düzün deyək. Penalti ilə qələbə qazandılar və istəyirəm ki, bu həftə isə Zvezda uçsun. Ölkə xalını düzdür. Biz ziyan edəcək bizə. Amma yenə də qoy Zvezda uçsun, Braga düşməsin bizə. Neftçi inşallah Zvezda məğlub eləyər. Valorzinski görüşünün oyunu isə Qays Nordselentə düşəcəklər. Hetel Aviv Ludogorets görüşünün qalibi Zilina Kotovaysa düşəcəklər. Ümid edirəm ki də Ludogorets bəlkə qələbə qazanır. Hetel Aviv göndərər evin eşiyinə. Ayaq qələbə də qazanar inşallah Jerusalem üzərində. Jerusalem'i inşallah öz evinə göndərəcək. Lepija, Avstriya, Viyana düşəcəklərdə. Aleskart, Zefroş, Kluj, Toramsa, Karlojara düşəcəklər ki, Aleskart, Zefroş, Kluj oyununda Zefroş, Kluj uğurlar arzulayaq. Ümid edirəm ki, o da Ermənistan təmsilçisi yoluna kəsilər. Dinamo Kiev, Pauk görüşünün uduzanı Qarabağ, Ceska Sofyanın görüşünün uduzanı ilə birlikdə olacaqlar. Ümid edirəm ki, konferans liqasında Qarabağı görməliyik biz. Kluj Bran görüşünün qalibi uduzanı Dilapollə oynayacaqlar birlikdə. Lugano Dukakini, Runavi Koper görüşündə qələbələri birlikdə olacaqlar. Rakov Vallehti, Hamirbay Anderlecht görüşünün bir tərəfində isə uduzanı birlikdə olacaqlar. HJK qolları ilə Motver və Torshavn görüşündə birlikdə olacaq. Udanları birlikdə oynayacaq. Manşe və Hibeniyan, Şikenya Bravo görüşünün qələbəsi birlikdə olacaqlar. Göteborg, Levadia, Çerkasik, Kagent görüşünün birlikdə olacaqlar. Ümid edirəm ki, Levadia qələbə qazanır və Göteborg'u evinə göndərər. Çerkasik, Kagent üzərində Kagent'e uğurlar arzulayaq. Payda Zirə Santa Coloma Rapid görüşündə oynayacaqlar ki, Zirənə uğurlar arzulayaq. Haydi Zirə deyək, Zirə ilə əl-ələ üçün təsəvvürata keçək inşallah. Allahın köməkliyi ilə Santa Coloma Rapid görüşündə ki, Rapid təbii ki də qələbə qazanır Santa Coloma'nın üzərində. Dünən mən bunu demişdim. Əgər Santa Coloma uduzacaqsa, ölkə xalı yazdırıb uduzsun. Və Santa Coloma niyə də bu həftə özünə Rapid'i niyə də məğlub eləməsin ki? Tanışacaq ölkə xallarına bu həftə. Həm də sabahlarımız anlaşacaq kim uduzdu, kim qaldı. Bohemian Belkani görüşünün uduzanı Beşiktaş Midtjylland görüşünün uduzanı ilə birlikdə olacaqlar. DVSC Pionik Polisiya Kopenhagen görüşü ilə birlikdə olacaqlar. Ümid edirəm ki, DVSC də qələbə qazanar və Pionik Yerevan Ermənistan klubu burada əlaqəsini kəsər. Və bu həftə inşallah 3-3 Ermənistan klubu konferansa əlvida eləyər və biz də ki davam